Verilmiş algoritm fragmentinin yerinə yetirilməsi nəticəsində k dəyişəni hansı qiymət alır? Rahat gördükdə sual verəcəksiniz. A böyük bərabərdir 4. A-nın qiyməti 1-dir, 1 4-dən böyük bərabərdir. Sualımızın cavabı yoxdur və yox tərəfdə algoritmi icra edirəm. A-nın qiyməti 1 idi, üzərinə də 1 gəlsəm düstur əsasında alıram 2. Artıq mən A-ya yeni qiymət 2 alıram. K bərabərdir K vurulsun A-dır. K-nın qiyməti 5 verilib şərtimizdə və A-nın qiymətini isə 2 aldıq və nəticə 10-a bərabərdir. Artıq K-nın yeni qiymətində 10 olduğunu görürük. Bu dövr algoritm olduğuna görə görürsünüz ki, bu da qayıdır əvvələ, yəni yenidən dövr edir və yenidən sual verməliyim. Bu dəfə A-nın 2 qiyməti üçün sual verirəm. 2 4-dən böyük bərabərdirmi? Xeyr, yenidən yox deyirəm və algoritmi icra edirəm. A-nın son qiyməti 2 idi və üzərinə 1 əlavə etsəm 3 alınacaq. K-nın qiyməti də 10 idi, onu da 3-ə vursam eləyəcək 30. Artıq A və K-ya yeni qiymət alıram və yenidən dövr edirəm. Bu dəfə 3 üçün sual verirəm ki, 3 4-dən böyük bərabərdirmi və yenə yox cavab alıram və yenidən icra edirəm. Düsturma əsasən 3-ün üzərinə 1 gəlirəm və A-ya yeni qiymət 4 alıram. K isə K vurusuna, yəni 30 vurusu 4, 120-yə bərabər olur. Və yenidən sual verirəm. 4 üçün 4 4-dən böyük bərabərdirmi və bu zaman hə cavab alıram. Hər tərəfdə heç bir əməliyyat olmadığından algoritm sonlanır və nəticədə mən K-nın qiymətini alıram, 120 almış olur. Yəni bu şəkildə dövr algoritmlər icra edilə bilir.